بل ملة إبراهيم حنيفا وما كان من المشركين. Peyğəmbər sallallahu aleyhi və səlləmə gələn vəhyin başlanğıcı bölümü. Peyğəmbər sallallahu aleyhi və səlləmə gələn vəhyin başlanğıcı necə olmuşdur? Ömər ibn Xattab radiyallahu anhu nəql edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır. Kim hicrəti əldə edəcəyi dünya malından və ya evlənəcəyi qadından ötürü etmişsə, onun hicrəti Allah və onun Peyğəmbəri sallallahu aleyhi və səlləmin razı qalması üçün deyil, hicrət etdiyi şeyə aiddir. Möminlərin anası Aişə radiyallahu anhə nəql edir ki, Haris ibn Hişam Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu. Ey Allahın elçisi, sənə vəhiy necə gəlir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Bəzən vəhiy mənə zınqırovun cingiltisi kimi gəlir və mənə ən ağır gələni də elə budur. Bu hal məndən çəkilən kimi, mələyin mənə söylədikləri yadımda möhkəm qalırdı. Bəzən də mələk mənə kişi qiyafəsində görünür, mənimlə danışır, mən də onun söylədiyini yadda saxlayıram. Aişə radiyallahu anhə demişdir. Mən çox soyuq bir gündə Allahın elçisi sallallahu aleyhi və səlləmə vəhiy nazil olduğunu görmüşəm. Bu hal ondan çəkilərkən alnından tər axırdı. Möminlərin anası Aişə radiyallahu anhə nəql edir ki, Allahın elçisi sallallahu aleyhi və səlləmə ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Sonra onun qəlbinə tənhalığa çəkilmək meyli salındı. Peyğəmbər sallallahu aleyhi və səlləm Hira dağındakı mağarada xəlvətə çəkilib, ailəsinin yanına qayıdanadək müəyyən gecələri orada ibadət edərdi. O, özü ilə azuqə götürüb xəlvətə çəkilərdi. Sonra Xədicənin yanına qayıdıb, yenə bir o qədər müddət qalmaq üçün azuqə götürərdi. Nəhayət, Peyğəmbər sallallahu aleyhi və səlləm Hira dağındakı mağarada olarkən ona haqq nazil oldu. Mələk onun yanına gəlib oxu dedi. O isə mən oxumağı bacarmıram deyə cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi. O zaman mələk məni tutub, taqətim kəsilənədək sıxdı. Sonra da buraxıb oxu dedi. Mən də oxumağı bacarmıram dedim. O, ikinci dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı. Sonra da buraxıb oxu dedi. Mən isə oxumağı bacarmıram dedim. O, üçüncü dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı. Sonra da buraxıb dedi. Yaradan Rəbbinin adı ilə oxu. O, İnsanı qan laxtasından yaratdı. Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Əl-Ələq surəsi 1-5 ayələr. Bu hadisədən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, Xədicə bint Xuveylidin evinə daxil olub, üstümü örtün dedi. Onun üstünü örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər sallallahu aleyhi və səlləm başına gələn hadisəni Xədicəyə xəbər verib dedi. Mən başıma bir iş gələcəyindən qorxdum. Xədicə dedi, xeyr. Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəmləndirir, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda insanlara yardım edirsən. Xədicə, Peyğəmbər sallallahu aleyhi və səlləmi əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Abdul-Uzzanın yanına gətirdi. O, cahiliyyət dövründə nəsrani olmuş bir adam idi və İbranicə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər bəzi şeylər yazardı. O, artıq gözləri kör olmuş qoca bir kişi idi. Xədicə dedi, ey əmim oğlu, qulaq as gör qardaşın oğlu nə deyir? Varaqa ondan, ey qardaşım oğlu, sən nə görürsən deyə soruşdu.
Peyğəmbər sallallahu aleyhi və səlləm də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: "O, gördüyün Allahın Musaya göndərdiyi sirrin sahibidir. Kaş dəvət edəcəyin vaxt mən gənc olaydım. Kaş qövmün səni yurdundan qovacaq zaman sağ olaydım." Peyğəmbər sallallahu aleyhi və səlləm soruşdu: "Məgər onlar məni qovacaqlar?" Varaqa dedi: "Bəli, sənin gətirdiyinin bənzərini gətirən, Allahın dinini təbliğ edən elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin dəvət edəcəyin günə qədər yaşasam, var yüzümlə sənə kömək edəcəyəm." Lakin çox keçmədi ki, Varaqa vəfat etdi və bir müddət vəhiy nazil olmadı. Cabir ibn Abdullah Əl-Ənsari radiyallahu anhu vəhyin müvəqqəti olaraq kəsilməsindən danışarkən rəvayətində bunu da söyləmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Bir dəfə mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan kürsünün üzərində əyləşmişdir. Mən ondan qorxdum. Evə qayıdıb üstümü örtün dedim. Uca Allah da, ey əbasına bürünüb örtülmüş Peyğəmbər, qalx və insanları xəbərdar et. Təkcə Rəbbini uca tut, geyimini təmiz saxla, pis şeyləri tərk et." Əl-Müddəssir surəsi 1-5 ayələr nazil etdi. Sonra vəhiy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı. Rəvayət edilir ki, İbn Abbas radiyallahu anhu uca Allahın "Cəbrail sənə Quranı nazil etdikdə, onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə." Əl-Qiyamət surəsi 16-cı ayəsini izah edib demişdir: Allahın elçisi sallallahu aleyhi və səlləm nazil olan ayələrin ağırlığından çətinlik çəkər və tələm-tələsik dodaqlarını tərpədərdi. İbn Abbas dedi: Allahın elçisi sallallahu aleyhi və səlləm dodaqlarını necə tərpədirdisə, mən də dodaqlarımı eləcə tərpədirəm. Sonra uca Allah bu ayəni nazil etdi. Cəbrail sənə Quranı nazil etdikdə, onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə. Şübhəsiz ki, onun sənin qəlbində qərar tutması və dilinlə oxunması bizə aiddir. Əl-Qiyamət surəsi 16 və 17-ci ayələr. Yəni, oxuya biləsən deyə onu sənin qəlbində cəm edər. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Əl-Qiyamət surəsi 18-ci ayə. Yəni, onu dinlə və sus. Sonra sözsüz ki, onu izah etmək də bizə aiddir. Əl-Qiyamət surəsi 19-cu ayə. Yəni, bizim öhdəmizə düşən odur ki, sən onu oxuya biləsən. Bundan sonra Cəbrail hər dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldiyi zaman, Peyğəmbər sallallahu aleyhi və səlləm onu dinləyərdi. Cəbrail getdikdən sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləm Quranın ayələrini onun oxuduğu kimi oxuyardı. İbn Abbas radiyallahu anhu nəql edir ki, Allahın elçisi sallallahu aleyhi və səlləm insanların ən səxavətlisi idi. Ramazan ayında Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail Ramazan ayının hər gecəsində Peyğəmbər sallallahu aleyhi və səlləm ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın elçisi sallallahu aleyhi və səlləm xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha cömərd olardı. İbn Abbas radiyallahu anhu rəvayətinə görə, Əbu Süfyan ibn Hərb ona xəbər vermişdir ki, o, Qureyş karvanını müşahidə etdiyi zaman Herakl onu öz yanına çağırtdırdı. O vaxt Qureyşlilər Şamda ticarət edirdilər. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin Əbu Süfyan və başqa Qureyş kafirləri ilə Hudeybiyyədəki sülh müqaviləsi bağladığı vaxtda təsadüf edirdi. Əbu Süfyan yoldaşları ilə birgə İliyaya imperatorunun yanına gəldilər. Herakl Rum zadəganlarının əhatəsindəykən Qureyşliləri öz məclisinə dəvət etdi. Sonra onları öz hüzuruna çağırtdırdı və tərcüməçisinin gəlməsini əmr etdi. Herakl soruşdu:
Peyğəmbər olduğunu iddia edən bu adama nəsəbcə ən yaxın olan hansınızdır? Əbu Sufyan dedi, mən. Onların nəsəbcə ən yaxın olanı mənəm, deyə cavab verdim. İmperator dedi, onu yaxına gətirin. Yoldaşlarını isə onun arxa tərəfində saxlayın. Sonra tərcüməçisinə dedi, onlara de ki, mən bundan o adam haqqında soruşacağam. Əgər mənə yalan danışsa, siz də onu yalancı hesab edin. Əbu Sufyan dedi, vallahi dostlarımın orada-burada mənim yalanım barədə danışacaqlarından utanmasaydım, onun barəsində əlbət ki, yalan danışardım. Sonra Heraklın onun barəsində məndən ilk soruşduğu bu oldu. Aranızda onun əsli nəsəbi necədir? Mən, o bizim aramızda əsilli nəsəblidir dedim. O soruşdu, sizlərdən ondan əvvəl bu sözü deyən, peyğəmbərlik iddiası edən bir kimsə olubmu? Mən xeyr dedim. O soruşdu, heç onun ata-babalarından padşah olubmu? Mən xeyr dedim. O soruşdu, onun ardınca gedənlər xalqın zadəganlarıdır yoxsa zəifləri? Mən xalqın zəifləridir dedim. O soruşdu, onlar artırlar yoxsa azalırlar? Mən artırlar dedim. O soruşdu, əsərlərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı? Mən yoxdur dedim. O soruşdu, söylədiklərini deməzdən, bu dinə dəvət etməzdən əvvəl heç onu yalan danışmaqda ittiham etmişdinizmi? Mən xeyr dedim. O soruşdu, heç əhdi pozurmu? Mən xeyr, pozmur. Lakin bizimlə onun arasında müvəqqəti sülh müqaviləsi mövcuddur və bu müddət ərzində onun nə edəcəyini də bilmirik dedim. Əbu Sufyan dedi ki, mən deyilənlərə əlavə etmək üçün bu kəlmədən başqa bir şey tapa bilmədim. Herakl soruşdu, heç onunla döyüşmüsünüzmü? Mən bəli dedim. O soruşdu, onunla döyüşünüz nə ilə nəticələnib? Mən dedim, bizimlə onun arasında gedən döyüş dəyişkəndir. Gah o bizə qalib gəlir, gah da biz ona qalib gəlirik. O soruşdu, sizə nəyi əmr edir? Mən dedim, o deyir ki, tək Allaha ibadət edin, heç nəyi ona şərik qoşmayın, atalarınızın söylədiklərini tərk edin. Ha belə, namaz qılmağı, zəkat verməyi, doğru danışmağı, iffətli olmağı və qohumluq əlaqələrini möhkəmləndirməyi də bizə əmr edir. Sonra Herakl tərcüməçiyə belə buyurdu. Ona de ki, səndən onun nəsəbi barədə soruşdum. Aranızda əsilli nəsəbli olduğunu bildirdin. Həmçinin əvvəlki elçilər də öz xalqlarının adlı sanlı nəslinə mənsub olardılar. Sizlərdən ondan əvvəl bu sözü söyləyən bir kimsə olubmu, deyə soruşdum. Dedin ki, xeyr. Mən düşündüm ki, əgər ondan əvvəl bu sözü söyləmiş bir kimsə olsaydı, deyərdim ki, bu adam özündən əvvəl deyilmiş bir sözü təkrar edir. Ata-babalarının içində padşah olubmu, deyə soruşdum. Dedin ki, xeyr. Mən fikirləşdim ki, əgər ata-babalarından padşah olmuş olsaydı, deyərdim ki, bu adam atasının mülkünü geri almağa çalışır. Söylədiklərini deməzdən əvvəl onu yalan danışmaqda ittiham etmişdinizmi, deyə soruşdum. Dedin ki, xeyr. Mənə aydın oldu ki, insanlara qarşı yalan danışmayan adam Allaha qarşı da yalan danışmaz. Onun ardınca gedənlər xalqın zadəganlarıdır yoxsa zəifləridir, deyə soruşdum. Onun ardınca gedənlərin xalqın zəifləri olduğunu söylədin. Elçilərin ardınca gedənlər də məhz onlardır. Onlar artırlar yoxsa azalırlar, deyə soruşdum. Dedin ki, onlar artırlar. İmanın vəziyyəti də tamam oluncaya qədər beləcə davam edər. İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı, deyə soruşdum. Dedin ki, yox. Təbii ki, bu cür iman qəlblərə daxil olduqda belə olur. Əhdi pozurmu, deyə soruşdum. Dedin ki, xeyr. Peyğəmbərlər də belə olur. Əhdi pozmurlar. Sizə nəyi əmr edir, deyə soruşdum. Dedin ki, tək Allaha ibadət edib, heç nəyi ona şərik qoşmamağı sizə əmr edir və bütlərə tapınmağı sizə qadağan edir. Üstəlik namaz qılmağı
doğru danışmağı və iffətli olmağı da sizə əmr edir. Və əgər sənin dediklərin doğrudursa, onda o, bu ayaqlarımın basdığı yerə sahib olacaqdır. Mən bilirdim ki, o gələcək, lakin sizlərdən olacağını güman etmirdim. Əgər onun yanına gedib çata biləcəyimə arxayın olsaydım, hər halda onunla görüşməyə çalışardım və əgər yanında olsaydım, ayaqlarını yuyardım. Sonra o, Dihyanın vasitəsilə bu sıranın hökmdarına göndərilmiş və onun tərəfindən Herakla çatdırılmış Peyğəmbər sallallahu aleyhi və səlləmin məktubunu tələb etdi. Qasid məktubu Herakla verdi. O da oxudu. Məktubda bunlar yazılmışdı. Mərhəmətli və rəhimli Allahın adı ilə, Allahın qulu və rəsulu Muhamməddən Rum imperatoru Herakla, haqq yolu tutub gedənlərə salam olsun. Bundan sonra mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah sənin mükafatını 2 qat versin. Əgər qəbul etməsən, tabiçiliyində olanların günahı sənin boynunda qalacaqdır. Sənə Allahın mənə buyurduğunu deyirəm. Ey kitab əhli, bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək. Əgər onlar üz döndərsələr deyin, şahid olun ki, biz müsəlmanlarıq. Ali İmran surəsi 64-cü ayə. Əbu Sufyan dedi, Herakl deyəcəyini dedikdən və məktubu oxuyub qurtardıqdan sonra onun hüzurunda hayküy qalxdı, səslər ucaldı və bizi bayıra çıxartdılar. Onda mən yoldaşlarıma dedim, İbn Əbu Kəbşənin işi dəvəti o qədər böyümüşdür ki, Bəni Əsvarın hökmdarı belə ondan qorxur. Peyğəmbər sallallahu aleyhi və səlləmin qalib gələcəyinə Allah İslamı qəlbimə salıncaya qədər qətiyyətlə inanmağa davam etdim. İliyanın sahibi və Heraklın dostu İbn Nazur Şam xristiyanlarının baş keşişi idi. O rəvayət edir ki, Herakl İlyaya gəldiyi zaman farslara qalib gəldiyi günlərin birində səhər oyanarkən əhval-ruhiyyəsi çox pis idi. Heraklın patriarxlarından bəziləri ona, sənin halın xoşumuza gəlmir dedilər. İbn Nazur deyir ki, Herakl ulduzlara əsasən fala baxan kahin idi. Odur ki, onların sualına belə cavab verdi. Mən bu gecə ulduzlara baxarkən sünnət hökmdarının qalib gəldiyini gördüm. Bir deyin görək, xalqlar arasında sünnət edənlər kimlərdir? Onlar dedilər, Yahudilərdən başqa heç kəs sünnət etmir. Onların işi səni təşvişə salmasın. Səltənətinin şəhərlərinə xəbər göndər ki, oralardakı Yahudiləri öldürsünlər. Elə bu vaxt Heraklın hüzuruna Qəssan hökmdarının Allahın elçisi sallallahu aleyhi və səlləm barədə xəbər vermək üçün göndərdiyi adam gətirildi. Herakl Qasiddən xəbər aldıqdan sonra xidmətçilərinə əmr edib dedi, gedin baxın görün bu kişi sünnət edilib ya yox. Xidmətçilər o kişiyə baxdıqdan sonra onun sünnət edilmiş olduğunu Herakla xəbər verdilər. Herakl ondan ərəblər barədə soruşdu. Qasid dedi, onlar da sünnət olunurlar. Herakl buyurdu, budur, bu xalqın hökmranlığı artıq zühr etmişdir. Sonra Herakl Rumiyada yaşayan və elmdə fala baxmaqda özünə həmfikir olan dostuna məktub yazdı. Məktubdan sonra Herakl Himsə getdi və Peyğəmbər sallallahu aleyhi və səlləmin zühuru və onun həqiqətən də Peyğəmbər olduğu barədə fikirlərinə həmrəy olan dostundan məktub alana dək Himsi tərk etmədi. Herakl Rum zadəganlarını Himsdəki qəsrinə dəvət edib qapıların bağlanmasını əmr etdi. Sonra onların qarşısına çıxıb dedi, ey Rumlular, bu Peyğəmbər sallallahu aleyhi və səlləmə beyət edib nicat tapmaq, doğru yola yönəlmək və bir də mülkünüzün qalmağını istəmirsinizmi? Onlar bu sözləri eşidən kimi vəhşi eşşəklər qaçışına bənzər sürətlə qapıya doğru qaçdılar. Lakin qapıların bağlanmış olduğunu gördülər. Herakl onlardakı nifrəti gördükdə iman gətirəcəklərindən ümidini üzüb, onları yanıma gətirin deyə buyurdu. Zadəganlar onun hüzuruna gəldikdə isə belə dedi, mən bayaq dediklərimi ancaq
Dininizə olan sıx bağlılığınızı yoxlamaq üçün söylədim. İndi isə buna şahid oldum. Zadəganlar onun qarşısında səcdə etdilər və ondan razı qaldılar. Herakl barəsindəki xəbərin dəvətə olan münasibətinin sonu belə oldu.